Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum ve rahmetullahi ve berekatuh. Hər birinizi salamlayıram əziz bizi izləyənlər, bizim dərsimizdən bəhrələnlər. Bizim keçən dərsimiz nübüvvət-i xassə Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin peyğəmbərliyi barəsindədir. Dedik ki, Peyğəmbərliğini ispat etmək üçün birinci yol Peyğəmbərimizdən öncə Peyğəmbərliyi ispat olunmuş Həzrəti İsa kimi, Həzrəti Musa kimi əleyhissalam onların müjdə verməsidir ki, bu barədə Quran-ı Kərimdə də işarələr var və Tövrat və İncil kitablarında da Həzrəti Muhammedin sallallahu aleyhi və səlləmin nübüvvəti barəsində müjdələr vardır ki, keçən dərsimizdə bu barədə danışdıq. İkinci yol da budur ki, həmin Peyğəmbərliğini ispat etmək üçün bir sıra nişanələrə, şahidlərə müraciət edək. O şahidlər özləri açıq-aydın şəkildə həmin Peyğəmbərin Peyğəmbərliyini sübuta yetirir. Birinci yol, birinci qərinə, birinci şahid və nişanə axırıncı Peyğəmbərin şəxsiyyəti barəsindədir. Bu Peyğəmbər əxlaqi baxımdan o qədər insanlar arasında məqbul bir insan idi. Hamı tərəfindən qəbul edilən, gözəl əxlaqlı, hətta Peyğəmbərliyə çatmamışdan qabaq əmin ləqəbin insanlar tərəfindən almışdır ki, bu əmanətdar bir insandır. Bu özü bir nişanədir. Əgər bütün insanlar tərəfindən bir şəxs, necə deyərlər, hər tərəfli qəbul olunursa, əmanətdar bir insandır, xain insan deyil. Və bunu Peyğəmbərimizin tarixində də görürük. Hətta Peyğəmbər Məkkədən Mədiniyə köçəndə müşrik insanların əmanəti Peyğəmbərin evində idi, Peyğəmbərin yanında idi. Bu onu göstərir ki, bu şəxs adi bir insan deyil. Bu digər insanlardan fərqlidir. Bir hekayə nəql edirlər. O zaman ki, Kəbə evin istəyirdilər bənasını tiksinlər, divarını tiksinlər. Həcərül Əsvədi həmin öz yerinə qoymaq üçün qəbilələr arasında ixtilaf düşdü. Hər bir qəbilə istəyirdi ki, bu şərəf ona nail olsun, onun tayfasına nail olsun. Biri deyir ki, biz bu Həcərül Əsvədi öz yerinə qoymalıyıq. O birisi tayfa deyir ki, biz etməliyik bunu. Neçə gün, hətta bəzən 3 gün, 5 gün tarixdə qeyd olunur ki, bu dava davam etdi. Hər bir qəbilə istəyir ki, bu Həcərül Əsvədi, onun tayfası öz yerində qərarlaşdırsın, bu şərəfə nail olsun. Amma bunun bir həll yolu üçün müşriklərdən biri olan Əba Üməyyət ibn Müğeyrə, Əba Üməyyət ibn Müğeyrə adında bir şəxs belə bir təklif irəli sürdü ki, hər kəs, yəni hal-hazırda ki, cəm olmuşlar Kəbə evinin ətrafına, hal-hazırda kim Kəbəyə daxil olsa, onun sözünə baxaq. O nə desə, biz də onun sözünə əməl edək. Bir müddətdən sonra görürlər ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm daxil olur və bu öz əbasını açır, Həcərül Əsvədi qoyur o daşın üzərinə. Hər bir tayfa o əbanın bir tərəfindən tuturlar. Hamısı müştərək şəkildə bu daşı qoyurlar öz yerinə. Və bunun, yəni Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin bu sözün hamı qəbul edir. Bu nümunədir, bu bir nümunədir və tarix qeyd eləmişdir. İbn Hişam öz sirəsində bu hekayə və bunun kimi çoxlu hekayələr nəql etmişdir ki, müşriklər belə Əziz Peyğəmbərin şəxsiyyətin, nəinki Peyğəmbərliyini qəbul etmirdilər, amma bir şəxsiyyət olaraq, gözəl bir insan olaraq, ədalətli bir insan olaraq, əxlaqlı bir insan olaraq onun gözəl bir insan olmağını qəbul edirdilər. Yəni, müşriklər belə, kafirlər belə, bütpərəstlər belə. Bu bir şahiddir ki, biz onun şəxsiyyətinə baxanda görürük ki, şəxsiyyəti digər insanlardan fərqlidir. İkinci bir nişanə ki, bunun da vasitəsilə bizim Peyğəmbərini ispat etmək olar, o da budur ki, əziz Peyğəmbərimiz elə bir zamanda Peyğəmbərliyi iddiası etdi, elə bir zamanda ki, insanlar insani keyfiyyətlərdən uzaq idilər. Həqiqi mənada uzaq idilər. Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağədə Peyğəmbərin Peyğəmbərliyə çatmamışdan qabaqki dövrə işarə edir, cahiliyyət dövrünə işarə edir. Din baxımından bu ki, siz ən geridə qalmış dində idiniz.
Yeməkləriniz təmiz deyildi, sularınız tirkin idi. Əziz Peyğəmbər gələndən sonra sizə insaniyyət bəxş elədi. Bax, belə bir zamanda, cahiliyyət dövründə, belə bir məkanda, Ərəbistan yarımadasında dindən əsər əlamət yoxdur. Qardaşlıqdan əsər əlaməti yox, ancaq tayfabazlıq, ancaq qəbiləbazlıq. Qəbilənin başçısı nə dedi, insanlar ona boyun əyməlidir, onun dediyinə baxmalıdır, istəyir haqqı olsun, istəyir zülm olsun. Belə bir zamanda əziz Peyğəmbərimiz Peyğəmbərliyə məbus olur, elə məarif və mətaliblər gətirir ki, hamı heyrətdə qalır. Bu özü bir gözəl nişanədir ki, bu adi bir insan deyil. Nəyə görə Peyğəmbərimizdən qabaq bu vəziyyət var idi, amma elə bir Peyğəmbər gəlib, elə bir şəxs gəlib çıxmadı ki, Peyğəmbərlik iddiası eləsin və insanları bu problemlərdən uzaqlaşdırsın. Bu özü bir, həqiqətən böyük bir qərinə və nişanədir. Və məxsusən Peyğəmbərimizin gətirdiyi biz ariflərə, mətləblərə diqqət yetirəndə görür ki, qeyri-adi bir mətləbdir. Yəni, adi insanların dərk etmədiyi, onlar deyərdilər ki, və ma yuhlikuna illət-dəhr. Ölüm nədir? Ölümdən sonraki həyat nədir? Onu qəbul etmirdilər. Amma əziz Peyğəmbərimiz gəlir, Peyğəmbərlik iddiası edəndən sonra buyurur ki, ma hiyə illa həyatuna dünya nəmutu və nəhyə və ma yuhlikuna illət-dəhr. Bunu xristiyanların, bunu bütpərəstlərin dilindən, dini inkar edəndən dilindən Allah Mütəala buyurur. Amma əziz Peyğəmbərimiz buyurur ki, yox. Ölüm vardı, ölümdən sonra həyat vardı, hesab vardı, kitab vardı, cənnət vardı, cəhənnəm vardı. Bu cürə mətalibləri insanlara gətirir. Adi insanlar bunu dərk etmir. Və yaxud da gəlib Peyğəmbərimiz ictimai məsələlərə işarə edir, ictimaiyyətdə insanları ədalətə dəvət edir. Və yaxud da insanların, möminlərin bir-birinə qardaş olmağını bəyan edir. Bu ki, innəməl müminunə ixfətum. Möminlər qardaşdırlar. Və yaxud da o zaman ki, Cəfər Təyyar hicrət eləyir, o hicrət etdiyi yerin böyücü ki, bunları çağırır. Cəfər Təyyar orada həmin padişaha deyir ki, bir nəfər bizim aramızdan Peyğəmbərliyə məbus olub, Peyğəmbərlik iddiası edir və bizi bir sıra mətləblərə, bir sıra şeylərə dəvət edir. Cəfər ibn Əbi Talib fi məqalətin əlqaə ilə məlikil Həbəşə. Həbəşənin padişahına deyir ki, əyyuhəl məlik, ey şah, ey padişah, bəəsəllahu fina nəbiyyə. Allah Mütəala bizim aramızdan bir peyğəmbəri peyğəmbərliyə məbus etdi. Əmərna bi xəl'il əndad. Bizə əmr edir ki, bütpərəst olmayın. Bütlərdən uzaqlaşın. Və əmərna bis salati və zəkat. Bizə əmr edir ki, namaz qılın. Yəni Allahınıza ibadət edin. Və zəkat, kasıb insanlara əl tutun, zəkat verin. Vəl-ədli bizi ədalətə əmr edir. Vəl-ihsan yaxşılıq etməyə və ita-izil qurba yaxınlarınıza qohum əqrabanın problemini həll etməyə və nəhana anil fəhşai vəl-munkar vəl-bəğ bizi qadağan edir ki, fəhşa, münkər, bəyan edilməyən zülm işlərdən nəhy edir, qadağan edir, uzaqlaşdırır. O peyğəmbər belə bir zamanda peyğəmbərliyə məbus olur. İlahi mərifət, insanların, adi insanların dərk etmədiyi mətləbləri insanlara çatdırır. Bu özü bir gözəl nümunə və şahiddir ki, bunu gətirən şəxs ilahi bir peyğəmbərdir. Başqa bir nişanə də budur. Biz əziz peyğəmbərimizin, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin insanları dinə dəvət etmək metoduna diqqət yetirdikdə görürük ki, peyğəmbərimiz düzgün, öz hədəfinə yetişmək üçün düzgün yollardan istifadə edir. Nəinki öz hədəfinə çatmaq üçün hər hansı caiz olmayan yollardan istifadə etsin, zülm etmiş olsun, tanki öz hədəfinə çatsın. Yox, belə yox. Hətta baxmayaq ki, cihad Peyğəmbərin zamanında, imamların zamanında cihad ilahi bir hökmdür. Lazım olarsa dinin düşmənlərindən mübarizə aparmaq lazımdır. Amma əziz Peyğəmbərimiz buyurardı, qocalarla işiniz olmasın, ondan sonra uşaqlarla işiniz olmasın müharibələrdə. Hətta ağacları belə kəsməyə haqqınız yoxdur, heyvanları belə öldürməyə haqqınız yoxdur. Baxın, Peyğəmbər mümkündür öz hədəfinə çatmaq üçün, tez çatmaq üçün bəzi şeylərdən rahat istifadə edib tez də öz hədəfinə çata bilərdi. Amma bunun haqq olmağını göstərən dəlillərdən biri də budur ki, öz hədəfinə çatmaq üçün allatmır, yalan danışmır, düşmənə hiylə etmir.
Baxmayaraq ki, hal-hazırki zamanda da, bundan öncəki zamanlarda da müharibələrdə hiylə eləməkli adi bir işdir. Yəni, düşməni məğlub etmək üçün yalan da danışırlar, böhtan da danışırlar, ondan sonra zülm də edirlər. Amma əziz Peyğəmbərimiz bunlara yol vermirdi. Bu özü bir nişanədir ki, həqiqətən də əziz Peyğəmbərimiz haqq olan Peyğəmbərdir. Və bir nümunəyə işarə edim. Əziz Peyğəmbərimizin övladı Qasim ya da İbrahim, ikisindən, yəni övladlarından bir dünyasını dəyişəndə ay tutulur, günəş tutulur. İstər-istəməz avam cəmaət, həmin zamanda yaşayan insanlar bunu əlaqələndirirlər Peyğəmbərin övladının ölümü ilə əlaqələndirirlər ki, Peyğəmbərin övladı öldüyü üçün, Peyğəmbərimiz qəmli olduğu üçün hava qaraldı. Amma əziz Peyğəmbərimiz narahat olur. Buyurur ki, ayın tutulması, günün tutulmağı Allahın nişanələrindən biridir. Belə bir hadisə baş verəndə gedin ayət namazı qılın. Bunun mənim övladımın ölümü ilə heç bir əlaqəsi yoxdur, heç bir rabitəsi yoxdur. Bəli, əziz Peyğəmbərimiz onu həmin zamanda desəydi, bəli, buna xatir mənim övladımın dünyasının dəyişdiyinə xatir Allah Taala məsələn havanı qaraltdı, mən qəmgin olduğuma görə bu dünyada, göydə qəmgindir. Bunu desəydi, çoxlu insanlar da rahat şəkildə bəlkə Peyğəmbərə iman gətirərdilər. Amma zaman keçəndən sonra bu Peyğəmbərin batıl olmağı sübuta yetirərdi. Hal-hazırda ayın tutulması, günəşin tutulması təbii qanunlara əsasəndir ki, artıq elmlə sabit olub. Günəş hərəkət edir, yer hərəkət edir, yerin məsələn günəşlə ayın arasında olmaq nəticəsində ay tutulur. Bu kimi məsələlər artıq bu təbii qanunlar əsasındadır. Əziz Peyğəmbərimiz bunu bilirdi, amma öz hədəfinə çatmaq üçün bu yoldan istifadə etmədi. Bu özü də bir nümunədir. Onun təbliğ metoduna baxanda görür ki, düzgün yollardan istifadə edir. Başqa bir məsələ, başqa bir şahid də bundan ibarətdir ki, Peyğəmbərimiz elə bir zamanda ki, Peyğəmbərliyə məbus oldu, dindən heç bir əsər əlamət yox idi, təmizlik yox idi, paçlığı yox idi, zülm başalıb gedirdi. İnsanlar öz övladların, məxsusən qız uşaqların diri-diri öldürərdi. Belə bir zamanda Peyğəmbərimiz gəldi, onlara təsir qoya bildi. Onların dinini dəyişdi. Onları paçlığa dəvət etdi və paç da etdi. Ən-nəzafətu minəl iman. Artıq nəzafət imandandır. Nəzafətə o qədər əməli surətdə də əziz Peyğəmbərimiz öz nəzafətinə fikir verərdi. Başını dəri ayardı, ətrə çoxlu pul xərcləyərdi və deyərdi ki, ətrə pul xərcləmək Ərəbistan kimi bir yerdə, isti olan bir yerdə insan istər-istəməz tərlənir və münasib olmayan ondan qoxular gələ bilər. Əziz Peyğəmbərimiz təkid edir ki, ətirdən istifadə edin. Peyğəmbər gəldi, cahiliyyət dövründə olan insanı, insani keyfiyyətlərdən uzaq olan insanları insan elədi həqiqi mənada. Dəyişdi. Ərəbistan yarımadasını həqiqi mənada dəyişdi. Və bütün dünyaya da səs saldı. Bunun gətirdiyi məariflər, bunun gətirdiyi mətaliblər və insanların paçlığı bir müddət keçəndən sonra bir şəxs başqa şəxsə isar edirdi, fədakarlıq edirdi. Bir halda ki, Peyğəmbərimizdən qabaq kiçik bir şeydən ötürü görürdün, illərlə müharibə edərdilər. Bu tayfa, o tayfadan, o tayfa, bu tayfadan insanlar öldürərdilər. Amma əziz Peyğəmbərimiz gəldi, bunları həqiqi mənada dəyişdi, mənfidən müsbətə doğru bunları yönəltdi. Bunların hamısı təkliyində insana yəqin də gətirməsə, amma bunların hamısını cəm edəndə insana yəqin gəlir ki, həqiqətən də axırıncı Peyğəmbər Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbər idi. Amma üçüncü yolda vardı ki, Peyğəmbərimizin Peyğəmbərliyini isbat edir. O da möcüzə yoludur. Əziz Peyğəmbərimizin çoxlu möcüzəsi olub, məxsusən Qur'an-ı Kərim. Bu barədə də inşallah gələn dərsimizdə danışarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.